Dövlət qurumları, özəl şirkətlər adətən komanda quruculuğu və ya ingilis variantı ilə desək, team building təlimlərinə üstünlük verirlər. Hazırda Azərbaycanda fəaliyyət göstərən bir çox şirkət var ki, bu təlimləri böyük idman qurğuları, yarışmalar üçün tələb olunan rekvizitlərin sayəsində icra edə bilirlər. Bu çox gözəldir, amma Dixie Akademiyasının təklif elədiyi komanda quruculuğu tamamilə başqa formatdadır. Biz sözlə, gözlə, sıx ünsiyyət quraraq, qaynayıb qarışaraq komandanı qurmağa çalışırıq. Burada səhnəciklərdə insanlar roldan rola girəcəklər. Müxtəlif söz oyunlarında bir-birinə kömək eləməyə çalışacaqlar. Bu oyuna qədər rəhbərinin yanında zağım-zağım əsən, iki kəlməni ard-arda qoyub deməkdə çətinlik çəkən əməkdaş başa düşəcək ki, əslində sadəcə olaraq subordinasiya qaydalarına əməl etmək lazımdır. Rəhbərdən qorxmaq deyil, işinə və ona hörmət etmək, yaxşı insandırsa hətta sevmək olar. Qorxu əməkdaşı baskı altında saxlayır. Bu, işin effektivliyini qat-qat aşağı salır, kollektivdəki şəraiti münbitlikdən bataqlığa doğru çəkir. Əgər sizin də əməkdaşlarınızın arasında belə buz dağları varsa, mütləq bizdən komanda quruculuğu təlimini almalısınız, hörmətli şirkət rəhbərləri. Dixie Akademiyası sizə xidmət göstərməkdən qürur duyur. Unutmayın, indi Azərbaycan dili dəbdədir.